Abituriyentlər, hər birinizi xoş gördük. Mən Həmidova Vüsalə, yalnız bir gün deyil, hər gün istəsəm, mümkün olar adlı sınavımızın izahına baxacağıq. Keçək birinci sualımıza. Ha, Birinci sualımızda Python proqramlaşdırma dilinə aid sual nümunəsi verilib. A-ya 11, B-yə 22 mənimsədilib və print funksiyasından icrasına baxacağıq. Print funksiyasının bir neçə icra funksiyaları var idi. Birini bura qeyd edəcəm. Bura olduğu kimi A-ya 22, B-yə 11 mənimsədim. Print dırnaq içində A plus B. Və gördüyünüz kimi print dırnaq içində olarsa yuxarıya müraciət getmir. Dırnağın içində nə varsa print onu çıxarmış olur. Deməli, biz dırnaq içində bu prinsipə əsasən dırnaq içində nə görürüksə olduğu kimi, görmürüksə yuxarıya, yəni A ilə B dəyişəndən mənimsədilmiş qiymət götürüləcək. Baxaq. Birinci A-ya baxaq. A dırnaq içindədir. Deməli, bizim A-mız olduğu kimi çıxacaq. Hansı prinsipə əsasən? Bu prinsipə əsasən. Ulduz işarəsi dırnaq içindədir, olduğu kimi çıxdı. Baxıram B-yə dırnaq içində deyil. Deməli, dırnaq içində deyilsə, 22-yə müraciət edəcək. Bərabərə baxıram, dırnaq içindədir. A dırnaq içində deyil, deməli gedib, yuxarıya müraciət edəcək. 11 və ulduzla B dırnaq içində olduğu üçün və bura ulduz B yazmış oluram. Bu da bizim düzgün C variantında uyğun gəlir. İkinci sualımıza keçək. İkinci sualımızda 5 rəqəmi ilə başlayan, 7 rəqəmi ilə bitən rəqəmləri müxtəlif neçə fərqli 5 rəqəmli ədəd var? Fərqli deyir, 5 rəqəmli deyir. 5 rəqəmli dediyi üçün biz 1, 2, 3, 4, 5. 5 dənə oyuğumuzu çəkdik. 5 rəqəmi ilə başlayan, mən bura 5-i yaza bilərəm, burada bir halım olacaq. Bir halım. Bura 7 ilə bitən dediyi üçün burada da bir halım olacaq. 7-nə. Hansı prinsipə əsasən? Bu şərtə əsasən. Deməli, mənim 0-dan 10-luq say sistemindən gedir söhbət. 0-dan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 10-luq say sistemi bildiyimiz kimi 0-dan 9-a qədər rəqəmlər təşkil edir. Deməli, mən rəqəmləri müxtəlif dediyi üçün mən bura 5 ilə 7-ni qoya bilmərəm. Yerdə neçə rəqəm qalır? 8. 8 dənə rəqəm bura qoya bilərəm. Yəni 0-ı qoya bilərəm, 1-i qoya bilərəm, 2-ni, 3-ü, 4-ü, 6-nı, 8-i, 9-u qoya bilərəm. Burada neçə halım oldu? 8. Və rəqəmləri müxtəlif dediyi üçün mən bura 0-ı qoya bilmərəm. Burada olacaq 7, burada da olacaq 6. Güman edirəm, aydındır. Və bunları bir-birinə vursam, bu da 7, 8-in 56, 56-nı da 6-ya vuranda 336 cavabım almış oluram. Keçək üçüncü sualımıza. Üçüncü sualımız yenə də proqramlaşdırma dilinə aid sual nümunəsidir. Deməli, A-ya list mənimsədilib. I sıfırdan len A. Len A o deməkdir ki, yəni A-nı sayı biz I-yə qiymətlər dövrün sayı müəyyən edəcək. 1, 2, 3, 4, 5. Bura oldu 5. Deməli, mən 0-dan 5-ə qədər qiymətlər ala bilərəm. For I range, yəni 0, 1, 2, 3, mən 4 dəfə dövr edəcəm. Və burada mən bunları nömrəli 0, 1, 2, 3, 4. Nömrələməm getdi. K bərabərdir A-yə. Deməli, mən burada, aşağıda yazım.
Mən burada i bərabərdir 0 olanda yazaramsa, mənim də k'm bərabərdir a-yə. I bərabər 0'dırsa, 0-cı indeksin elementi nədir? 1. Deməli, burada mənim k'm oldu 1. K'ya mənimsətdim 1. Deyir a-i bərabərdir a count a-i. Birlərin sayı neçədənədir? Deyir say, count say demək. Birlərin sayı 1'dir. Plus bir a-nin indeksi. A-nin indeksi neçədir? 1'in indeksi 0'dır. Yazıram 0. 1'in üstünə 0 gələndə eləyir 1. Və mənə deyir ki, a-yı bərabərdir. A-yını neçə aldım mən? 1 aldım. Qoyuram yerinə. 1'in üzərinə gəl k-nı. K neçədir? 1'dir. Və bərabərdir 2. A-ini bərabər elə 2'yə. Deməli, mənim a-im bərabər oldu 2'yə. Burada a bərabərdir. Təzə yeni sətr açaq 2'yə bərabər oldu. Bu mənim i bərabərdir 0 olandayım. İndi biz i bərabərdir 1 olandıya baxaq. Bunları silək. Çünki i bərabərdir 1 olanda biz yenidən qiymətləri dəyişmiş olacaq. Baxaq. I bərabərdir 1 olanda, k bərabər olacaq a ilə. Deməli, mənim i'im 1'dir, a-im neçədir? 2'dir. K bu dəfə 2'yə bərabər olur. Deyir, count a. 2'lərin sayı neçədənədir? 1, 2. 2 dənədir. Yazıram bura 2. Plus 2'nin indeksi neçədir? Aha, indeksi neçədir 2'nin? 1'dir. Yazıram 1. Aha, 2'nin üstünə 1 gələndə neçə eləyir? 3. Yazdım bura 3. Bir a-i 3 almışım. Plus k-nı. K neçədir? 2. Bərabərdir 5. Mənim ikinci qiymətim oldu 5. Aha, indi i bərabərdir 2 olanda. Biz bunu 4'ə qədər davam etdirəcəyik. Aha, biz bunları silək yenə. Çünki biz yenidən i bərabərdir 2 olanda, i bərabərdir 2 olanda. I bərabərdir 2 olanda k bərabər olur 4'ə. Çünki ikinci elementin nömrəsi 4'dür. Aha, count a-i 4'dən deyir neçədənədir? Count a-i 4'dən neçədənədir? Deyirəm 1 dənə. Üzərinə gəlinsin. 4'ün indeksi neçədir? 2'dir. Və bərabər olur 3'ə. A-ini aldım 3. Deyir 3 üstə gəlinsin 4. Aha, bu da bərabər olur. 3'ün üstünə 4 gələndə 7. Üçüncü elementim olur 7. Aha. Biz burada D variantını almış görürük, amma yenə də başa qədər gedəcək. Gedək. Aha, indi i bərabərdir. I bərabərdir 3 olanda. I bərabərdir 3 olanda k bərabər olur 3'ə. Çünki 3-cü indeksinin elementi 3'dür. Deyir 3'ləri say. 3'dən neçədənədir? 1'dən. 3'ün indeks nömrəsi neçədir? Elə 3'dür. Burada çıxır 4. Bəli, çıxdı 4. İndi a-ini neçə aldım? 4. Üstə gəlinsin k. K neçədir? 3. Burada olur 7. 7'ni mən mənimsədirəm bura. Aha. İndi i bərabərdir. Nəhayət 4 olanda baxaq. I bərabərdir 4 olanda. K bərabər olur 4 olanda. I mənim 4'dür. 4 olanda i bərabər olur 2'yə. A-i, a count a-i. A-i bərabərdir a count a-i. Deyir 4'dən neçədənədir? 4-cü indeksin elementi neçədənədir? Deyirəm 2 dənə. Yazıram 2. Üstə gəlinsin. A-inin indeksinin nömrəsi. Aha, jib olub 0. Mən bura müraciət gedir. Bəli. Buna müraciət getmir. Bu 2'yə müraciət gedir. 0, 1, 2, 3. Axı, mən yeni siyahı alıram. Bura gəlir 0. Aha, 2'nin üstünə 0 gələndə neçə eləyir? 2 eləyir. Mən a-ini 2 aldım. K da üstə gəlinsin. K-nı da 2'dir. Yazıram 2 bərabərdir 4. Və sonda bura 4'ü əlavə edirəm. Mənim 2, 5, 7, 7, 4 D variantında düzgün cavab almış oldum.
Aha, keçək dördüncü sualımıza. Dördüncü sualımızda A bərabərdir 2, 3, 1, 2, 4, 5 e, rəqəmləri mənimsədilib. A bərabərdir sətir, yəni sətir tipində 2, 3, 1, 2, 4, 5 və A bərabərdir list A. List bunu aha 2, 3, 1, 2, 4 və 5 kimi listə çevirir və for in range bir len A çıxılsın i-yə qədər, len A çıxılsın 1-ə qədər. Birdən başlayacaq, leni sayacaq biz 1, 2, 3, 4, 5, 6. Birdən 6 çıxılsın 1-ə qədər, yəni 5-ə qədər. Mənim lenim 1, 2, 3, 4, 5. Deməli, biz 5 dəfə dövr edəcəyik. Aha, deməli, K bərabərdir. Biz baxaq birinci. I bərabərdir, belə yazım. Buradan yazıram, I bərabərdir 1 olanda. Aha, I bərabərdir 1 olanda qoyuram yerinə. 1, AI. AI çıxılsın 1. Yəni, i-nin yerinə, i neçədir? 1-dir. Gətirib qoyuram bura. 1 çıxılsın 1. Deməli olur A sıfırıncı element. A sıfırıncı elementim nədir mənim? 2-dir. Bu olur 2. Qabağındakı int bunu nəyə çevirir? Tam hissəyə çevirir. K-nı aldıq 2. Aha. İndi i bərabərdir 1 olandadır məndə. Bunu yadımda saxlayıram. 1-in üstünə 1 gələndə 2. Deməli, burada olur A2. Aha. A2 neçədir? Bunları nömrələyək biz. Buradan nömrələyək. 0, 1, 2, 3, 4, 5. A2-ci elementim 3-dür. İnt yenə bunu tam hissəyə çevirir. Burada da AI 1-dədir. AI 1, yəni 3. İndi yerinə qoyuram. Mən birinci K-nı neçə aldım? 2. Üzərinə gəlinsin. K1-i neçə almışam? 3. Üzərinə gəlsin. K2-ni neçə almışam? 3. O da bərabərdir. 3-ün üstünə 3. 6, 7, 8. Neysə, səhv eləmədim. Deməli, burada birdən 1 çıxanda A sıfırıncı elementim 2-dir. Aha. Və 1-in üstünə 1 gələndə i bərabər 1 olan verir A2. Ha, A2, burada baxın, A2 1-dir. Burada 1-dir. Hiss elədim ki, neysə səhv elədim. Bu 1-dir. Sonra A1 özü 3-dür. Aha, burada olacaq A1-imiz 1. 3-ün üstünə 1 gələndə 4, 4-ün üstünə 2 gələndə 6. Deməli, mənim AI oldu 6. AI oldu 6. Yəni, birinci elementim oldu 6. Mən 3-ün yerinə 6 yaza bilərəm buna. Eləmi? Bu, i bərabərdir 1 olan deyiləm. Aha. I bərabərdir 0-ım yoxdur deyə, burada 2 olduğu kimi qalır. Mən buradan cavabları görə bilirəm A variantıda. Amma yenə də i bərabərdir 2 dövr gedək. I bərabərdir 2 olanda, aha, buralığı təmizləyək biz. Şimdi bəs bizim mahiyyətçilik olmasın. I bərabərdir 2 olanda 2-ni gətirib qoyuram bura. 2 bərabərdir. 2 çıxılsın 1. Deməli, olur A 2-dən, bax, i bərabərdir 2 olanda. Gətirib 2-ni qoyuram yerinə. 2-dən 1 çıxanda neçə qalır? 1. Olur A1. A1-in nəyə bərabərdir? 6-ya. Yazdım bura 6. İndi onu tama çevirdim. Aha.
İndi K1-i tapaq. I bərabər 2 olanda 2-ni gətirib qoyuram bura. 2-nin üstünə 1 gələndə olur A3. Aha, A3-ün nəyə bərabərdir? 2-yə. Yazdım bura 2. Aha, A3'ün 2'dir, bəli. Və burada A i'dir. Mən i bərabər 2 olanda bura 2 yaza bilərəm. A2'm də neçədir? 1'dir. Burada 1 yaza bilərəm. 6'ın üstünə 2 gələndə 8, 1 gələndə 9. Mən bunları toplayıram. Bax, 6 üzərinə gəlinsin 2, üzərinə gəlinsin 1 bərabərdir 9. Mənim A-im bərabərdir 9-a. Yəni A-i neçədir? 2. İkinci elementimin yerinə 9 yaza bilərəm. Bəli. Və bunu i bərabərdir 3 olanda, 4 olanda, 5 olanda özünüz icra edib tapa bilərsiniz. Vaxtımızı uzatmayaq və əsas odur gedişatın gündüz. Bu formada davam edəndə bizdə A variantı çıxmış olur. Aha, keçək növbəti sualımıza. Aha, növbəti sualımız alt funksiyalara aiddir. F20 32 ilə müraciət gedir. Biz bunu kesək. Burada ilk öncə baxan kimi mən 20 ilə 32-nin əbobun tapılmasını görürəm. Bəli, əbobun tapılmasını görürəm. Baxaq. Deməli. Ha bərabərdir F20 32 faktiki 20 32-ni verib aparıb yerinə qoyuruq F AB. Bura A-nın qiyməti 20, B-nin qiyməti 32-dir. Deməli mən F 20 32 ilə müraciət edirəm. Yəni bura A 32 də B-dir. Deyir 20 bərabərdirmi 32-yə? Deyirəm, yox. Yox dediyim üçün mən düşürəm aşağı. 20 böyüdürmü 32-dən? Deyirəm, yox. Onda deyir, return if, yəni 20 çıxılsın 32. A böyüdürmü? Aha, üzr istəyirəm. Mən hə dedim, burada yoxdur. Yox gedir. 10 böyüdürmü 32-dən? Deyirəm, yox. O zaman mən else halına düşə bilərəm. Düşürəm if, bax mən bunu icra edirəm. If 20 və B çıxılsın A. 32-dən 20 çıxıram. Aha. Burada qalır. 32-dən 20-yə çıxıram, qalır 12. Aha. Mən F 20 12 ilə müraciət edirəm indi. 20 12 ilə müraciət edirəm. Deməli, yazaq F 20 12. F 20 ilə müraciət 12 20 ilə müraciət etdiyim zaman bunu siləm. Bu zaman 20 12 heç yazmaq ehtiyac yoxdur. Sadəcə də qeyd eləmişəm. Aha. 20 12. 20 12-yə bərabərdirmi? Xeyr. 20 12-dən böyüdürmü? Deyirəm, bəli. Və bu zaman mən bəli, hə dediyim üçün bura bax bunu icra edəcəm. Bu zaman olur F A çıxılsın B 20 çıxılsın 12 8 və B-im də 12 olduğu kimi qalır. Bu zaman mən 8 12 ilə müraciət edəcəm. 8 12. 8 12-yə bərabərdirmi? Xeyr. 8 12-dən böyüdürmü? Xeyr.
Gəlirəm, düşürəm else halına. Bu zaman mən if deməli 8 olduğu kimi qalır. D'dən çıxıram, 12-dən çıxıram, 8-i qalıb 4. Aha. Və 8 4 ilə müraciət edirəm. 8 bərabərdir 4-ə. Xeyr, 8 böyükdür 4-dən. Bəli, hə dediyim üçün bura yenə hə deyirəm. Mən bunu icra edirəm. If 8-dən 4 çıxanda 4 və B olduğu kimi qalır. 4 ilə, indi F 4 4 ilə müraciət edirəm. Burada 4-dür, burada 4-dür. Bir A bərabərdir B-yə, yəni 4 bərabərdir 4-ə. Bu zaman deyirəm, hə, 4-ün A-nı qaytar. A da bərabərdir 4 tapmış oldum. Qeyd elədiyim kimi bu funksiya 20 ilə 32 ən böyük ortaq bölənin 4 olduğunu tapmış oldu. Aha, keçək sualımıza. Burada bizim düzgün variantımız C variantı olur. Aha, növbəti sualımıza baxaq. Bunu da paint proqramına atsaq. Aha. Bu da bir funksiyalarına, alt funksiyalara aiddir. Deməli, mənə k x8 ilə müraciət edirəm. Deməli, mən f8 ilə müraciət edirəm. Bunu bir tərəfdən yazılsın. X8 ilə müraciət edirəm. Yəni, x bərabərdir 8-ə. 8 kiçikdirmi 3-dən? Deyirəm, yox. Aha, kiçik olana qədər davam edəcəm və bu zaman mən return f(x) çıxılsın 1 plus f(x) çıxılsın 2 funksiyasını icra edirəm. Və yox dediyim üçün f 8-dən 1 çıxıram 7 plus aha, f 8-dən 2 çıxıram 6 ilə müraciət edirəm. Və bu zaman f7 ilə müraciət edəcəm. Mən f7-ni tapmalıyam. F7 x bərabərdir 7-yə bu zaman 7-dən, bax bu funksiyanı icra edirəm. 7-dən 1 çıxanda qalır 6 plus f 7-dən 2 çıxanda qalır 5. Aha. Bu zaman mən f6 ilə müraciət edirəm. X bərabərdir 6-ya. F 6-dan 1-in çıxanda 5 plus f aha, 6-dan x-in çıxanda 4. Bura bərabərləri qoyaq. F 5 ilə müraciət edirəm. Qısım 5-ə bərabərdir. Bu, yox dediyimə kimi mən davam edəcəm. Yəni, 5 kiçikdirmi 3-dən? Deyirəm, yox. Və bu zaman mən 5-dən çıxıram 1-in 4, işte gəlsin. 5-dən çıxıram x-in, olur f3. Və f4 ilə müraciət edirəm. 4 kiçikdirmi 3-dən? Deyirəm, yox. Aha, bu zaman f 4-dən çıxıram 1-in, x-in 4-dür, qalır 3, plus, aha, f 4-dən çıxıram x-in, qalır 2. Və f3 ilə müraciət edir, x bərabər olur 3-ə. F3-dən 1-in çıxıram 2-sin. Aha. Burada mən F3, 3 kiçikdir 3-dən dedim yox və F2 plus F3-dən də 2-sin çıxanda qalır F1. Yazdım mı bura 1? Və F1-ə müraciət gedəndə x bərabərdir 1-ə və x belə deyim də 1 kiçikdirmi 3-dən? Mən burada hə deyirəm və 2-də deyəndə hə deyirəm, 1-i qaytarır. F2-də də 1-i qaytarır mənə. F1-də də 1-i qaytarır. Return 1-i qaytarır. Aha, baxaq. Deməli, burada F1 bərabər oldu 1-ə. F1 mənə 1-i qaytarıb və F2 də 1-i qaytarıb. Hardan qaytarıb? Buradan. Mən 2-ni
kiçikdirmi 3-dən? Hə dedim və 1-i qaytarmış oldu. Mən burada 1 yaza bilərəm. 1-in üstünə 1 gələndə 2. Bunu hara qaytardı? F3-ə. Aha, qaytardı F3-ə. İndi F3 neçədir? 2-dir. F3-ə nəyə qaytarıb? 2-ni. Aparıb yazıram bura. Bura 2-dir. 2-dir bu. 2-ni yazıram. F3-ü 2 qaytarıb və F2-ni neçə qaytarıb? F2-ni də 1 qaytarmışdı. Çünki mən demişdim ki, 2 kiçikdir 3-dən. Dedim, hə, 1-i qaytarmışdı. Yazıram 1. 2-nin üstünə 1 gələndə eləyir neçə? 3. Eləmi? Bu 1-dir. Və bunu nəyə qaytardı? F4-ə. F4-ə 3-ü. Aha, F4-ə nəyə qaytardı? 3-ü. Yazıram üzərinə və F3-ə nəyə qaytarıb? 2-ni. Bərabərdir 5-ə. Bunu nəyə qaytardı? F5-ə. F5-in üstünə yazıram 5. F5-ə 5 qaytarıbsa, bəs F4-ə nə qaytarıb? Baxın, F4-də 3 var. 5-in üstünə 3 gələndə olur 8. F8-i nəyə qaytardı? 8-i nəyə qaytardı? F6-ya. Yazıram bura 8. Və 6-ya, F6-ya 8-i qaytarıbsa, bəs F5-ə nəyə qaytarıb? 5-i. 8 üstünə 6 gələndə 13. Aha. Deməli, 13-i nəyə qaytardı? F7-yə 13. F7-yə 13-ü qaytarıbsa, F6-ya nəyə qaytarıb? 8-i. Bu da edir 21. Aha, F8-i də qaytardı 21. Və K burada 21 cavabını almış oldu. Güman edirəm ki, aydın olmuş oldu. Aha, keçək növbəti sualımıza. Burada düzgün cavab 21-dir. Baxaq 7-ci sualımıza. Müəyyən sürətlə və müəyyən zaman ərzində 200 megabaytlıq informasiya ötürülmüşdür. Əgər rabitə xəttinin sürətini 2 dəfə artırıb və zamanı 4 dəfə artırsa, nə qədər məlumat ötürülməli olar? Sürətlə zaman bir-birindən tərs mütənasibdir. Mənim sürətim 200 megabaytdırsa və əgər rabitə xəttinin sürətini 2 dəfə artırır və 4 dəfə artırsa, bu da 400 vurulsun 4 bərabərdir 1600 olmuş olar. Bu da bizim düzgün variantımız C variantı olmuş olur. Aha, bu da eyni sual tiplidir. Baxaq 8-ci sualımıza. Müəyyən rabitə xətti müəyyən informasiyanı 50 saniyə ötürə bilir. Əgər həmin rabitə xətti ilə sürəti 4 dəfə azaltsaq və həmin həcmi 5 dəfə artırsaq, bu şəkildə informasiya neçə saniyəyə ötürmək olar? Müəyyən rabitə xətti ilə müəyyən informasiyanı 50 saniyə ötürə bilir. Və 50 saniyə ötürürsə, S-im mənim 50-dir və sürəti 4 dəfə azaltsaq, sürəti 4 dəfə azaltsaq və həcmi 5 dəfə artırsaq, burada da yenə bir-birinə biz vuraraq cavabı tapmış olarıq. 5 4-ün 200, 2 də vurulsun 5-ə bərabərdir 1000 cavabını almış oldu. Daha keçək növbəti sualımıza. Şərtlər haqqında 300 səhifə, 32 səfər və 512 simvol və hər səhifədə 64 simvolu əlifba ilə kodlaşdırılmış mətn var. Bu mətnin 65% arxiləşdirdikdən sonra 2 kilobit saniyə sürətlə neçə saniyə ötürmək olar? Aha. Deməli, biz burada 300 səhifəmiz var. 300 vurulsun. 205, 32 icazə versəz biz 205 kimi yazaram. 209 simvolumuz var və hər səhvədə 62 simvolu əlifba və mən bunu 6-ya vururam. Bu mətn deyir 65% arxiləşdirilmişdir. Bir şeyin 65%
arxiləşdirilməsi, yəni onun yerdə qalanını götürürük. 35-ə vurub, ədədin faizini tapmaq üçün, həmin ədədi faiz göstərən ədədə vurub, 100-ə bölmək lazımdır. Mən 100-ü buradan qeyd edə bilərəm. Bəli. Və burada da mən kilobitə gəlməliyəm. Çünki mənim sürətimi, mən t-ni tapmalıyam burada. Sürətim kilobitləndi. Mən bitdən də kilobitə keçəndə bunu 2 üstü 10-a vururam. Eləmi? Və bunları ixtisar aparsam 2 üstü 5, 2 üstü 10, buradan da hissdə qalır 2 üstü 4. Burada qaldı 2 üstü 4. Bu qaldı, bu getdi. Aha, burada qalır 6 vur 2 üstü 4, yəni 16 vur 35. Bunlar da bir-birinə vuranda eləyir 1080 kilobit. Aha, mən indi esi neçə tapdım? Esi tapdım 1080 kilobit. Və mənə V-ni verib, V bərabərdir 2 kilobit. Eləmi? Və məndən T-ni istəyir. T-ni də tapanda biz S-liyə bölürük. 1080-i bölürük 2-yə. Burada da qalır 50.000 40 saniyə ötürmək olurlar. Burada da düzgün variantımız B variantı olmuş oldu. Aha, geçelim. Şimdi bak sualımıza. Grafik təsvir 4096 müxtəlif rənglər palitrasında 64 müxtəlif rənglər palitrasına çevrilmiş, yarısı silindikdən sonra 50% arxiləşdirilmişdir. Bu əməliyyatdan sonra təsvirin həcmi 5 bit olarsa, ilkin təsvirin həcmi neçə bayt olmuşdur? Aha, biz dəfələrlə qeyd eləmişəm ki, rəng palitrası, rəng çaları ilə deyəndə biz küslərlə işləməliyik. Burada mənim böyük enini verib 4096, bunun iyisi çıxır 12, eləmi? Və burada ikinci rəng palitrasına çevriləndə böyük eni verib 64, bunun da iyisi çıxır 6. Bu neçə dəfə azalmışdı? Nə qədər azalmışdı? 12-dən 6-ya düşmüşdü. Yəni 2 dəfə azalıb. Azalıb. Aha, bunu bildi 2 dəfə azalıb. İndi mən həcmi bilmirəm nə qədərdir. 2 dəfə azalıbsa, mən bunu aşağıdan yazmalıyım, məxrəcdən. Artı olsaydı, mən bunu sürətdən yazardım. Və deyir, yarısı silinir. Bir şeyin yarısı silinmişdirsə, onun 2 dəfə azalması deməkdir. Və 50% arxiləşdirilmişdir. Mən ya bunu 50-yə vurub 100-ə bölməliyəm, ya da bilməliyəm ki, bir şeyin 50% azaldılırsa, onun yarısı azaldılmış deməkdir. Və yenə də 2 dəfə məxrəcdən yazıram. Və deyir ki, bu 5 bit olarsa, 5 bit olarsa, həcmi baytla tapın. Mən də bunları bir-birinə vuraraq 8, 8, 5-in 40 bit almış oluram. Mən 40 bitlə cavab olmadığı üçün məndən həm də baytla istəyir. Və 5-i 8-ə bölüb, üzr istəyirəm, 40-ı 8-ə bölüb 5 bayt olmuş olduğunu tapdım. Aha, burada da düzgün variant olur A variantı. Açayım bax sualı. Bu da maraqlı sual nümunəsidir. İstifadəçi faili ötürülməzdən əvvəl arxiləşdirilmişdi ki, daha tez göndərilsin. Əgər informasiyanın şəbəkə ilə ötürülmə sürəti 50 kilobit saniyə olarsa, ilkin həcmi 20.000 kilobayt olan faili arxiləşdirdikdən sonra ötürmək üçün 3 dəqiqə vaxt kifayət edəcək. Fail neçə faiz arxiləşdirilir? Aha. Deməli, burada nə edirik? Mənim sürətimi verib, V bərabərdir 50 kilobayt.
Eləmi? Bölünmüş saniyə və t-ni verir. Əvvəlcə mən s-i tapım ki, bu ilkin həcmdən onun neçə faiz arifləşdirdiyini tapım. Və t-ni verir 3 dəqiqə. Mən 3 dəqiqəni saniyə çevirmək üçün 60-a vurub 180 saniyə tapmalıyam. Çünki məndə saniyə ilə cavab istəyir. Aha, mən buradan s-i tapmaq üçün t-ni vurmalıyam b-yə. Bərabərdir. 180 vururam 50'ye ve bərabərdir burada 9000 və 9000 kilobayt olduğunu tapdım. Aha. Və mənim ilkin həcmim, mən buradan bu anlama gəlirəm ki, mənim ilkin həcmim, yəni 100% informasiya əgər 20.000-dirsə, eləmi düzmü yazdım? 20.000-dirsə, bəli. Bəs mənim, axı mənə neçə faiz arxivləşdirdiyini soruşur. Neçə faizim? 9000-dir. Aha, buradan x bərabərdir. 9000-i vururam 100-ə, bölürəm 20.000-ə. Aha, burada da ixtisar gedir, 4 dənə 0 gedir, ikisi buradan, ikisi buradan. 90-ı da 2-yə böləndə burada qalır 45. Aha, mən gidib 45-i tez bazar götürmürüm. Mənə deyir ki, bu qədər vaxt sərf eləyərsə, kifayət edərsə, faiz neçə faiz arxivləşdirilir? Neçə faiz arxivləşdirilir? Deməli, mənim 100%-indən 45-i çıxıb, mən 55 faiz arxivləşdirdiyini görmüş olaram. Burada bizim düzgün variantımız B variantı olur. Ama keçək 12-ci sualımıza. Aha, 12-ci sualda 8-li say sistemində verilmiş ədəd aşağıdakı qaydalarla emal edilir. Hər rəqəm özünün 3 rəqəmli ikilik kodu ilə əvəzlənir. Sıfırlar birlərlə, birlər sıfırlarla əvəzlənir. Birinci və sonuncu rəqəm silinir. Alınmış ikili yazılışı 16-lı say sisteminə çevirin. Bizim rəqəmimiz bizə bax, burada qeyd edib, yəni 1, 7, 0, 4, 5, 8-likdə verilir. Nə deyir? Onu icra edəcək. Çətin sual nümunəsi deyil. Bir hər rəqəm özündən 3 rəqəmli ikilik kodu ilə əvəzlənir. Yəni 8-likdən ikiliyə keçəcək. Aha, 8-likdən ikiliyə keçmək üçün mən burada 4, 2, 1 qaydasından istifadə edərəm. 0, 0, 1 yaza bilərəm bura. 0, 0, 1. 7-ni bura 1, 1, 1. 7-ni tamamlayırsa 4-ün üstünə 2, 6, üstünə 1, 7. Üçünə də 1 düşür. 1, 1, 1. Deyək, ay müəllimə, 4, 2 qaydasını bilməyənlər hardan çıxdı? Yəni 7-yə tamamlandı. Sonra 0-a, bax 0-ı tamamlamaq üçün içinə də 0 qoyuram. Çünki 0-a tamamlanma yoxdur. 0, 0, 0. 4-ü, hansı 4-ə tamamlanan altına 1 qoyuram. 1, 0, 0, 1, 0, 0 və 5-ə də 1, 0, 1 qoymuş olurum. 1, 0, 1. Yaxşı olar ki, bu qaydaları biz keçinmə qaydalarını əzbər bilək, heç olmayan 20-yə qədər. Aha, yazdıq bunun ikili yazılışını yazdık. Bir sıfırlar birlərlə, birlər sıfırlarla əvəzlənir. Aha, əvəz edək. Sıfırlar birlərlə, birlər sıfırlarla əvəzlənir. Sıfırdır, 1 yazacaq, 1 yazacaq, 0, 0, 0, 0, 1, 1, 1, 0, 1, 1, 0, 1, 0. Aha, yazdıq və birinci və sonuncu rəqəm silinir. Ya silək, sildik. Aha, bir alınmış ikili yazılışı 16-lıq say sisteminə çevirin. Biz də bildiyimiz kimi 16-lıq say sisteminə çevirən zaman biz 4-4 yazılışdan, ayrılışdan istifadə edəcəyik. Deməli, buradan 4-4 ayrılır. Üzr istəyirəm, bura qədər. Aha, sonra 1, 2, 3, 4 bura qədər. Və 1, 2, 3, 4, aha, bura qədər. Bunlar silinir. Aha, indi bunu 1, 2, 4, 8 nömrəli 1,
2, 4, 8. Bura 0 verəcək. Zaten 0'dır. Burada 1. Aha, gəl hesablayaq bunları. Burada olur 1. Burada olur 0. Burada olur 8'in üstüne 4 gələndə bildiyimiz kimi sıfırları silirik biz. Yalnız üzləri 1 olanlar toplanır. 8 üstüne 4 12. 12 üstüne 2 gələndə 14. 16'lıqda 14 kimi ifadə olunur. Aha, burada 8'in üstüne 4 gələndə 12. Bir de burada 1 var 13. 13'ümüz ise D kimi istifadə olunur. Bizim cevabımız 1, 0, Y, bir de D. 16 say sistemində tapmış olduq. Bu da bizim düzgün A variantında uyğun olmuş olur. Baxaq 14-cü sualımıza. Deməli, Python dilində yazılmış alt proqramın nəticəsini müəyyən edin. K bərabərdir fun 5. Aha, kısa 5 mənimsədilir. A boş siyahı verilir və bizim for i range 1-dən 10'a qədər bizim dövrümüz devam edəcək. 10 dəfə dövr edəcək. Daha doğrusu 11 dəfə. Və A append mötərizənin için icra edəndən sonra A siyahısını mənimsədərək sum edəcək. Aha. Deməli, buradan qeyd edə bilərəm. I bərabərdir 1 olanda. X-ın 5'dir. 5'i i'yə hər dəfəsində bölüb qalığını tapıb, üzərinə 5'in i'yə bölünməsinin tam hissəni gəlib və bir yerdə sum edərək cəmləyəcək. I bərabərdir 1 olanda, i bərabərdir 1 olanda mənim x-ım 5'dir. Qoyuram yerinə. 5'in 1'ə alınan qalıq hissəsinin alınan cavab neçə eləyəcək? 0. Və üzərinə gələcəm 5'in tam hissə 1'ə bölünməsinin alınan cavab 5 edəcək. Və 0'ın üstünə 5 gəlib 5'i alacağım. 5'in 1'ə, yəni i'yə, i'in 1'dir. Almasına nəticəsində 0 alıram və 5'in tam hissə 1'ə bölünməsindən alınan tam hissə 5 dəfə. Və bu sıfırla bu 5'i toplayıb, bura 5 yaza bilərəm, bilərəm. Aha, i bərabərdir 2 olanda. 5'i bu dəfə 2'yə bölünməsindən alınan qalığı tapıram, edir. Bir dəfə 5'in tam 2'yə bölünməsindən alınan qalıq, tam hissə, üzr istəyirəm, 2 eləyir və 1'in üstünə 2 gəlib 3 yaza bilərəm. Aha, i bərabərdir 3 olanda 5'in 3'ə bölünməsindən alınan qalıq 2 dəfə və 5'in tam hissə 3'ə bölünməsindən alınan qalıq 1 dəfə. Və burada 3 yaza bilərəm. i bərabərdir 4 olanda 5'in 4'ə bölünməsindən alınan qalıq 1 dəfə, 5'in tam 4'ə almasından tam hissə 1 dəfə. Və bura 2'ni yaza bilərəm. 5'in 4'ə alınmasından i bərabərdir 5 olanda yazmadım. i bərabərdir 1 olanda, 2 olanda, 3 olanda, 4 olanda, 5 olanda 5'in 5'ə alınmasından qalır 0, 5'in 5'ə tam bölünməsindən 1 dəfə. Aha, burada da 0'ın üstünə 1'i gəlib 1 ala bilərəm. Və 5'in 6'ya bölünməsindən, yəni i bərabərdir 6 olanda 6'ya bölünməsindən alınan qalıq 5 dəfə. Biz bildiyimiz kimi 5'i 6'ya bölündə kiçik ədədin, böyük ədədin qalıq hissəsini tapanda kiçik ədədin özü eləyir. Kiçik ədədin böyük ədədinin tam hissəsini tapanda 0 eləyir. 5'in üstünə 0 gələndə mən elə 5'i almış oluram. i bərabərdir 7 olanda 5'in 7'yə almasından qalıq 5'in özü 5'in tam 7'yə bölünməsindən alınan 0. Bura 5 ala bilərəm, bəli. i bərabərdir 8 olanda 5'in 8'ə alınmasından qalıb 5. 5'in 8'ə tam bölünməsindən 0. Burada da yine 5 alıram. i bərabərdir 9 olanda 5'in 9'a
Qalıq hissəsi 5. 5'in 9'a tam hissəsi 0. Yine burada da 5 aldım. Nəhayət i bərabərlik 10 olanda 5'in 10'a qalıq hissəsi 5. Aha, 5'in 10'a tam hissəsi 0. Və sonda bunları cəmləyəcəm. 5, 3, 3, 2, 1, 5, 5, 5, 5, 0. Aha, 0 yox, 5. 5'in üstüne 0 gələndə bu da 5'dir. Və cəmliyik burada səhv eləmirəmsə 39 cavabın alınmış olur. Aha, keçək növbəti sualımıza. X ilə aid bir sual nümunəsidir. Aha, baxaq. Deməli, biz burada C-ni mənə sual işarəsidir, məhsuldur, bilmirəm. Mən burada birinci A2'ni tapmalıyam, sonra B2'ni, sonra da C2'ni tapmalıyam. Və faiz dərəcələrinə görə X-i tapmalıyam, yəni C1'i tapmalıyam. Deməli, A2'də 1 plus B1, B1'mi nə verib? 4. Çıxılsın A1, yəni 1. Vurulsun 3. Bərabər. 1 üstə gəlinsin. 9. 4'dən 1 çıxanda 3. 3 üçün 9. Bu da eləyir 10. Birincinin A2'ni tapdım 10. Aha, keçək B2'yə. B2 bərabərdir. B2'də B1, yəni 4. Bölünsün 2. Üstə gəlinsin. Üstə gəlinsin C1, yəni X vurulsun 4. Bir dəfəmlik 4X kimi yaza bilərəm. Üstə gəlinsin plus, yəni C1, yəni X, bax, bura mənim məhsuldur. X-lı vurulsun 4, bunu 4X kimi yaza bilərəm. Bəli, bu məhsuldur olduğu kimi saxlayıram, keçirəm C2'yə. C2 bərabərdir, mötərizəni açıram, B1, yəni 4. Üstə gəlinsin A1. A1'in də 1'dir. Və vururam 4'ə. Bu da 1'in üstünə 4 gələndə 5. 5 də 4'ə vuranda 20. Aha, baxıram mən faizlərə. Bu 50%'dir. Bu 25%'dir. Bu da 25%'dir. Mən elə bir ədəd qoymalıyam ki, 2 ədədin birini cəm etsin. Baxıram, bura 10'dur. Bura 20'dir. Mən bura nə qoya bilərəm ki, 22 ədədin cəmi bir ədədin olsun. Nəyə nisbətən? Bu şərtə əsasən, faizlərə əsasən. Mən bura 10 qoya bilərəm. Eləmi? 2 ədədin cəmi, bax, bu 20'yə bərabərdir. Yəni 25-25 ikisinin cəmi 50%-imizə bərabərdir. Və bu ikisi də tapan zaman başqa yoldan yazım. 4'ü 2'yə böləndə 2, üstə gəlinsin 4 2 8. Buranı aldım 2. 4'ü də 2'yə vuranda 8 və 4 2 8 bərabər də 10. Deməli, mənim X-ım neymiş? Həqiqətən də mənim X-ım 2 imiş. Aha, burada düzgün variantımız olur. B variantı. Keçelim 16. sualımıza. 16. sualda deyir, 250 müxtəlif simvoldan ibarət mətin 1024 simvolu əlifba standartı ilə kodlaşdırılır. Əgər bu mətin minimal əlifba standartı ilə kodlaşdırılarsa, həcm neçə bit azalar? Aha, mənim müxtəlif simvolum var, 250, vururum 10'a. 1024 simvolu əlifba dediyi üçün, deməli, mənim 1024'dən böyük enimdən 10 çıxır, 10 bit. Eləmi? Aha, ona vurdum, elədi 2500. Və deyir, minimal. Əgər bu mətin, neçə simvoldur mənim mətin? 250. Əgər bu mətin minimal əlifba standartı ilə 250 simvolunu mən 207 ilə 208 aralığında yaza bilərəm. Belə deyilmi? Və 8 bit, ən minimalı bunun 8 bitdir, yəni. Yəni 250'ni minimal əlifba ilə yazsam,
Deməli, neçə düşəcək? 250-ni 8-ə vuranda 8 sıfırım 0. Bu da düşür 2000. Aha. Bir 1024 1024 simvolu əlifba standartı ilə bu qədərdirsə, minimalla bu qədərdir. Həcm neçə bit azalar. Və bu zaman mən 2500-dən çıxıram 2000-i və buradan 500-ü tapmış oluram. Bir də düzgün variantını olur. C variantı. Güman edirəm, anlaşılır olur. Keçək 17-ci sualımıza. 120 mətn faylının hər birinin həcmi 218 kilobaytdır. Diskdə olan 7 megabaytlıq boş yerə bu fayllardan ən çox neçəsini yazmaq olar? Klasterin həcmi 4 kilobayt. Aha. Deməli, mənim faylım nə qədərdir? Fayl sayzım 218-dir. Onun disk sayzını tapmalıyam. Disk sayzını tapmaq üçün mən 218 kilobaytlıq faylın mən klasterlərə həcminə bölməliyəm. Aha, 218-i bölürəm klasterin həcminə. Niyə 4-ə? Çünki bir klasterin 4 kilobaytdır. 4 kilobayta bölən zaman 50 4 düşür. Mən bunu yuvarlar, klaster bəs yerdə qalanın necə olacaq? 55 götürə bilərəm. Deməli, 55 klaster tutur. Yəni, bu fayl. Və bunun disk sayzını tapmaq üçün 55 klasterim var. Hər biri 4 kilobayt yer tutur. Bu da olur 220 kilo. Aha, 220 kilobayt mənim disk sayzımdır. Faylım 218 idi və disk sayzını tapdım 220. Klasteri soruşsa 55. Deyir 7 megabaytlıq boş yerə bu fayllardan ən çox neçəsini yazmalı var. Aha, mən diskim kilobaytla verilib və bunu yazmaq üçün megabayt var. Mən 7-ni vururam 1024-ə, yəni kilobayta çevirirəm, bölürəm 220 kilobayt. Diskimi. Aha, bunu da böləndə neçə idi bu? Burada qalır 32. Aha. Deməli, kilobayt, megabaytdan kilobayta keçdim, böldüm diskimin ölçüsünə və ən çoxu 32 dəfə yazmaq olar. Burada da düzgün variantımız olur. C variantı. Aha, keçək növbəti sualımıza. Qrafik təsvirin çözünürlüyü 256 dpi-dan 1024 dpi-yə yüksəldilmişdir və rəng dərinliyi 2 dəfə artırıldı. Bu zaman qrafik təsvirin həcmi necə dəyişir? Aha, qrafik təsvirin çözünürlüyü 256-dan 1024-ə yüksəldi. Belə neçə dəfə artırıldı? Aha, deməli mənim X bilmirdim nə qədərdir. 1024 dəfə artırıldı və çözümlü deyəndə AB nəzərdə tutulur. Və Y-də yenə 1024 dəfə artırıldı və 1024-də vurdu və 2 dəfə artırıldı. Və X-ı 2 üstü 8 indi və Y-də yenə 2 üstü 8-ə düşdü. Və bu zaman mən ixtisarlarını aparıram. Deməli, 16 gedir, burada qalır. 2 üstü 4, yəni 16 vur 2 bərabərdir 32 dəfə nə olar? Artar. Və 32 dəfə artar.
Nəyə görə? Bir, rəng dərinliyi 2 dəfə artırılmışdır. Və rəng çaları, rəng dərinliyi nə qədər artarsa, bizim həcmimiz də o qədər artmış olur. Aha, burada olur B variantı. Keçelim növbəti sualımıza. Deməli, def funksiyasını verib, faktiki bizə K bərabər F3-5-lə biz müraciət gedir. Enimiz 1, 5. Yəni 1, 2, 3, 4 dəfə bizim dövrümüz olacaq. I bərabərli 1 olanda, mən bu S-i həll etmiş olurum. S bərabərdir, S-ni yuxarıda 1 verir. 1 vurulsun 1 bərabərdir 1. Aha, I bərabərdir 2 olanda, S bərabərdir, sonuncu S-in neçədir? 1 vurulsun X-a. Üzr istəyirəm mən, I-yə yox, X-a vurur. Aha, dedim. Səhv getdim. Deməli, I bərabər 1 olanda, S bərabərdir. S-mi neçə verib? 1. 1 vurulsun X-a. X-in neçədir? Bax, 3-dür X-in. Vururam 3-ə. Bərabər olur 3-ə. I bərabər 2 olanda, sonuncu S-in 3-dür. Yenə vurur X-a. Aha, olur 9. I bərabərdir 3 olanda, S bərabərdir 9-a yenə vurur 3-ə. Edir 27. I bərabər nəhayət 4 olanda, sonuncu S-in 27-dir. Vurur 3-ə, bərabərdir 81. Yəni, burada bizim düzgün variantımız 81. Y variantı olmuş olur. Aha, 20-yə baxaq. 2 megabit saniyə sürətlə işləyən modem müəyyən bir məlumatı 32 saniyə ötürür. Başqa bir modem isə bu məlumatı 4 dəfə daha böyük məlumatı 16 saniyə ötürür. Həmin modemin sürəti neçə kilobaytdır? Deməli, sürəti verib bizə V bərabərdir 2 megabit bölünmüş saniyə. Aha. Bir modem müəyyən bir məlumatı 32 saniyə ötürür və T-ni verib bizə 32. Mən buradan S-i tapa bilərəm, bəli. S-i tapmaq üçün V-ni vururam T-yə, bərabərdir. 32-ni vururam 2-yə, bərabərdir. 64 megabiti tapmış oluram. Ölçü aydın mütləq şəkildə ədədin yanına yazmaq lazımdır ki, cavabı seçəndə yanlışlıq yapmayasın, etməsin. Aha, deməli S-i tapdım. Deyir ki, başqa bir modem bu məlumatı daha böyük məlumatı, bu məlumatdan, bax bu məlumatdan 4 dəfə daha böyük məlumatı 16 saniyə ötür. Deməli, mənim S-im 64 vurulsun 4 bərabərdir 256. Aha. 256 megabit alıram. Megabit. Aldım megabit. Və 16 saniyə ötürür. T-ni bərabərdir. 16 verib və məndən sürəti soruşur. Bildiyimiz kimi sürətdə neynə icra olunur? Sürəti tapmaq üçün mən S-i T-yə bölməliyəm. Yerinə qoyuram. 2/8-i bölürəm 2/4-ə. Burada qalır 2/4. Yəni 16 megabit. Mən cavablarda 16 megabiti görürəm. Kilobit var, amma megabiti görürəm. Mən bunu kilobitə çevirmək üçün 2/4 megabiti kilobitə çevirmək üçün 2/10-a vururam və bərabər edirəm 2/14 megabit. 2/14 megabitində 16.384 kilobit olmuş olur. Və burada bizim düzgün variantımız B variantı olmuş olur. Aha, 21-ə baxaq. Deməli, verilmiş proqram A sətrini emal edir. Burada B üçün hər hansı bir simvol daxil edilir, proqramın təyinatını müəyyən edir.
Deməli mən A-ya A, deməli A sətrində B simvollarını çap edir. A sətrində olan B simvollarının nömrəsini çap edir. Mən bura salam yaza bilərəm. Bir dənə sətr tipli olacaq. Input olduğu üçün salam. Aha, yazdım. B-yə də bir dənə nasıl ki uyğunluq dərəcəsi olsun. Yazacaq salam, bir də sa bir. Aha, elə bir rəqəm yazaq ki, müəllisin olsun ki, yəni izah eləyə bilim. Deməli, A-ya da biz, İ-yə də A-dan müraciət gedəcək. Baxın, İ-yə bu A-dan müraciət gedir. A-ya S-A-L. A-ma, salam mənisi. İndi İ bərabərdir S olanda. İ bərabərdir S olanda. Bir S bərabərdirmi B-yə? S bərabərdirmi B-yə? İ neçədir? S bərabərdirmi B-yə? Deyirəm ki, hə. Onda K bərabərdir. K sıfırdır. Bir vahid artır. Olur 1. Olur A. İ bərabərdir. A olanda. Yəni buradan götürürəm. İ bərabərdir A olanda. A bərabərdirmi B-yə? Deyirəm ki, bəli. Bərabərdir. Deyirəm, hə. Onda K bərabərdir 2. Hər dəfə 1 artır. Aha. Sonra I bərabərdir L olanda. Bir L bərabərdir B-yə. Deyirəm, yox. Və yox dediyim üçün bunların heç birində icra olunmayacaq. Yəni K artmayacaq. Buradan da göründüyü kimi ümumiyyətlə K üstə gəlsin. Bir burada say hesablanır. Baxaq variantlara. A sətrində olan B simvollarını çap edir. Ama baxın 21-ci sualımıza deyir, verilmiş proqram A sətrini emal edir. Burada B üçün hər hansı bir simvol daxil edilir. Proqramın təyinatını müəyyən edin. Amma baxaq, A-ya yazaq. Bakı, belə bir ad yazaq. B-yə də daxil edək. Bərdə. Aha, K bərabərdir 0-a. A da gedir, İ də gedir A-dan simvollar götürür. Yəni, belə bir Bakını mənimsədək və İ bərabərdir bu olanda. İ bərabərdir bu olanda. Biz bunları bir-bir 4 dəfə dövr edəcək. Deməli, İ, yəni bu bərabərdirmi? Bu simvoluna deyirəm, hə. Simvola bərabərdirsə, burada K bərabər olacaq. Yəni 0 üstə 1 bərabərdir 1. Aha, İ bərabərdir A olanda, deyir A bərabərdir B. Deyirəm, yox. Yox deyəndə K artmır. İ bərabərdir 2 olanda. Deyir, 2, yəni İ bərabərdirmi? B hər simvoluna deyirəm, yox, K artmır. Sonra İ bərabərdir I olanda, deyir, I bərabərdirmi? B-yə deyirəm, yox.
və K burada heç birində artmır. Hansında ki B simvolu varsa o qədər artacaq. Biz də variantlardan bunu tapaq ki, A sətrində olan B simvollarının sayını çap edir. Bu da düzgün variant C variantı olmuş olur. Aha, keçək 22-ci sualımıza. Deməli, burada verilmiş proqram daxil edilmiş proqramın təyinatını soruşur bizdən. Baxaq təyinatına. A bərabərdir input. Biz bura rəqəm daxil etməliyik. Yəni, olsun 568. Aha. Və setil tipi deyəndə bunu 568-i setil tipini keçirdir. Və K da bərabərdir maksimum A. Yəni, A-nın maksimum qiyməti 0, 1, 2. Burada maksimum 8-dir. K bərabər olur 8-ə və eyni də verib 0. 0-dan min A-ya qədər. A neçə qədərdir? 3 qədər. Deməli 0, 1, 2. Biz 3 dəfə dövr edəcəyik. İndi biz buradan i bərabərdir 0 olanda, i bərabərdir 0 olanda n1. N neçədir? 0. 0 kiçikdirmi a-dən? Yəni a sıfırıncı elementdən və and o demək ki, hər iki tərəf eyni anda ödənməlidir. Və a 0 kiçikdirmi k-dan? K-da 8-dir. Gəl qoyaq yerinə. Deməli, a sıfırıncı elementim nədir? 5-dir. Və a sıfırıncı elementim nədir? 1, 0 kiçikdirmi 5-dən? Bura hə deyirəm. Bura dedim hə. Yazıram üstə hə. And a sıfırıncı elementim 5-dir. 5 kiçikdirmi 8-dən? Burada deyirəm hə. And hər iki tərəf eyni anda ödənməlidir. Ona görə biz hə dediyimiz hər iki tərəf eyni anda ödəndiyi üçün biz aşağı düşüb n bərabərdir a-i-yə. A-i-yə. A 0-dır. A sıfırıncı elementim nədir mənim? 5-dir. Deməli, mənim n-im oldu 5. N-im 0 idi, indi oldu 5. Aha, bu mənim birinci dövrüm idi. Keçək ikinci dövrüm. i bərabərdir 1 olanda. Deməli, 5, n-im dəyişilib olub 5. 5 kiçikdirmi A1-dən? Aha, and A-i, yəni A1 kiçikdirmi K-dan? K nədir? 8. İndi qoyaq yerinə. A1 neçədir? 0 nömrəliyirəm. 1, 2. A1 6-dır. Eləmi? Və and A1'in 6-dır. 6 kiçikdirmi 8-dən? Deyirəm, hə. 5 kiçikdir 6-dan, 6 da kiçikdir 8-dən. Hər iki tərəf ödədiyi üçün mən hə deyirəm. Və hə dediyim üçün n bərabərdir A1-ə. A1 yazıram bir dəfəlik. Bərabər. A1'im də 6-dır. N-im dəyişdi, oldu 6. Aha. Keçək, i bərabərdir 2 olanda. Baxaq, i bərabərdir 2 olanda. i bərabər 2 olanda, bax bu şərti əsasən mən qeyd edirəm. N-im 6 olub. 6 kiçik bərabərdirmi? A2-dən and A-i, yəni A2 kiçikdirmi K-dan? K da dəyişməz olaraq 8 olaraq qalıb. İndi A2 necədir mənim? 8. Qoyum yerinə. Aha. A2 8-dir və burada da A2 nədir? 8-dir. İndi 6 kiçikdir 8-dən. Deyirəm, hə. Bura hə dedim. 8 kiçikdir 8-dən. Bura yox dedim. Bəli, bura ənddir. Hər iki tərəf eyni anda hə deyilməlidir. Biri hə, biri yox deyirsə, mən gəlib bu şərti icra edə bilmərəm. Deməli, mənim burada dövrüm də bitdi. 3 dənə dövr bitdi. 1 dövr, 2 dövr, 3 dövr.
Məndən də n soruşur. N bərabər oldu. Axırda nəyi aldı? 6-nı. İndi gəl görək bunun təyinatı nədir? Baxaq. Təyinatına baxaq. Son rəqəmdən başqa bütün rəqəmlərin cəmini çap edir. Xeyr, biz burada 6-nı görək necə almışıq? Tam kvadrat olub olmadığını, xeyr, 2 rəqəmindən başqa bütün rəqəmlərin cəmini, xeyr, bütün rəqəmlərin eyni olub olmadığını ən böyük ikinci rəqəmi çap edir. Aha, ən böyük ikinci rəqəmi çap edir. Biz bax, Y variantını götürə bilərik, bəli. Həqiqətən də mən 568 mənimsəmişdim. 568 bəli, mənimsəmişdim və ən böyük ədəddən kiçik ədəd burada 6-dır və 6-nı çap etmiş olacaq. Siz buna digər 475 və yaxud da ürəyiniz istədiyiniz rəqəmi qoyub həll eləsiniz və həqiqətən də ikinci böyük ədədi çap etmiş olacaq. Aha, keçək növbəti sualımıza. 23-cü sualımız kodlaşdırmaya aid sualdır. Deyir 0, 1, 2, 3, 4, 5 rəqəmlərindən istifadə etməklə 3 rəqəmli neçə tək ədəd düzəltmək olar? 3 rəqəmli dediyi üçün 1, 2, 3. Aha, mən oyunlarımı çəkdim. Tək ədəd dediyi üçün, bax, birinci şərtə əsasən, mənim tək ədəd, mən bilirəm ki, 41, sonu 1-lə qutaran, və yaxud da 45, 43, sonu təklə qutaran ədədləri bilirəm. Ona əsasən mən 1, 3, 5. Bura ya 1-lə qutara bilər, ya 3-lə qutara bilər, ya 5-lə qutara bilər. Və mənim burada 3 halım oldu. Nəyə əsasən? Bu şərt əsasən. Deməli, burada heç bir şərt vermir. Sıfırdan rəqəm başlaya bilməz. Mən sıfırı başa qoya bilmərəm. 1-i qoyaram, 2-ni qoyaram, 3-ü qoyaram, 4-ü qoyaram, 5-i qoyaram. Burada 1, 2, 3, 4, 5 dənə halım oldu. Və burada sıfırı da qoya bilərəm, 1-i də qoya bilərəm, 2-ni də qoya bilərəm, 3-ü də, 4-ü də, 5-i də. Burada 6-nı qoya bilərəm, bəli. Və bir-birinə vursun 5, 6, 30, vurulsun 3, bərabərdir 90. Aydındır, məncə aydındır. Aha, keçək növbəti sualımıza. Aha, yine Python proqramlaşdırmaya aid sual nümunəsidir. A siyahısı verir, B siyahısı boşdur. Aha, mən A, B, A-nı B-yə əlavə edəcəm. İ bizə len A, len 1, 2, 3, 4, 5. Mən bura 5 yaza bilərəm və 5-dən 1 çıxanda qalıb 4. Deməli, mən alıram 4, 1, 1. Buna əsasən mənim i'lərim 4, 3, 2, 1. Aha, sıfıra qədər neynəyəcək? Dövr edəcək. Aha, bunlar təmizliyim, səliqəli olsun. Deməli, bunları nömrələyirəm mən. 0, 1, 2, 3, 4. İ bərabərdir, buradan yazıram. İ bərabərdir 4 olanda. Niyə görə? Birinci 4-dən başladım. Və deyir, append AI. B nöqtə append AI. AI. Ayım neçədir? 4. Bir 4-ü A'yı. A4-cü elementi B'yə əlavə elə. Baxın, B append. B siyahısını əlavə elə. 4-cü elementimin aşağısında nə durub? 5. Əlavə elədim, elədim. Aha, i bərabərdir 3 olanda. Bir B append A 3. Aha, A3-cü elementin nədir? 4-dür. Bəli. A3-cü elementimin altında 4 durub. 4 əlavə elədim, elədim. Aha, i bərabərdir 2 olanda. Bir nöqtə append A2. A2-ci elementim nədir? 3-dür. Və beləcə də A2 və 1. Mən B siyahısını əlavə edirəm və belə bir siyahı alınır. Baxaq görək bu proqramın təyinatı nədir? Deməli, A siyahısının bu neynədir? Baxın,
A siyasinin elementini tərs formada B siyasına əlavə etdi. Baxın uşaqlar. Düzdürmü? Gəlin bu sözü axtaraq. A siyasının unikal elementini yox, olduğu kimi yox. A siyasının elementlərini tərs formada B siyasını əlavə etdi. Bəli, biz burada C variantını düzgün cavab kimi qeyd edə bilərik. Həqiqətən də bu hal burada görmüş olduq. A siyasını deməli tərsin 5, 4, 3, 2, 1 B siyasını əlavə etmiş oldu. Keçək növbəti sualımıza. Sonuncu sualımızdır. Deməli, burada verilmiş proqram fraqmenti icra edilən zaman n dəyişəni üçün klaviaturada müsbət tam ədəd daxil edilərsə, proqramın icrasının sonunda siyahı hansı elementlərdən təşkil olunacaq? Aha, mənə bir n bərabərli input verib, bir dənə 5 rəqəmi bura mənimsədək. Aha. Və A siyasına 1-1 verib və for i range 2-dən 5-ə kimi. 2-dən 5-ə kimi deməli 2, 3, 4. Mən 3 dənə qiymət ala bilərəm. Aha. İndi i bərabərdir 2 olanda. Niyə görə 2? Birinci mən 2 gəlir. Aha, 2 olanda deyir. Append A append əlavə ilə A deyir, i-dən çıx 1-i. İ-im neçədir mənim? Bax, 2-dir. 2-dən çıxıram 1-i. Neçə qalır? 1. A1 üstə gəlinsin. A, i çıxılsın 2. 2-dən 2 çıxanda nə qalır? 0. Yazıram 0. İndi mən bu şərtə əsasən yuxarı baxıram. 0, 1. A1-im neçədir? 1. Qoyuram üstünə. Bəs A0-ım neçədir? 1. 1-in üstünə 1 gələndə neçə edir? 2. Deyir, append A siyasını əlavə elə. Aparıb eləyirəm. Eləyirəm bura 2. 1 var idi, bir dənə də olsun 2. Aha. i bərabərdir. i bərabərdir 3 olanda. Deyir, append A kvadrat açaq. Görən nədir? i-dən 1-in çıx. i neçədir məndə? 3-dür. 3-dən 1-in çıxıram, qalır 2. Bura 2 yaza bilərəm? Bilərəm. Plus, bir üstə gəl. A, i-dən çıx 2. i-im neçədir? Hal-hazırda hansı idi? 3-dən. 3-dən 2 çıxanda qalır neçə? 1. Aha, bərabərdir. Bunun qiymətini qırmızı ilə yazaq, çaşmayaq. Deməli, bunu nömrələyək. 0, 1, bura olur 2. Deyir A2, yəni 2, üstə gəlinsin A1. Bax, A2-im neçədir? 2 almışam burada. A1-im neçədir? 1. 2-nin üstünə 1 gələndə neçə edir? 3. Deyir ki, A siyasını əlavə elə 3-ü. A append o deməkdir. Gedib siyahı eləyirəm və siyahı elədikcə nömrə də artır. Bura yazıram 3. 0, 1, 2, 3. Aha. Keçək sonuncu dövrümüzə. i bərabər 4 olanda append A. Aha, mən 4 deyəm. Deyir, 4-dən 1-in çıx. Çıxdım, qaldı 3-ü. Bura A3 plus A yazaq, mötərizəmizi açaq. 4-dən 2-sin çıx. 4-ü hardan tapdım? Bax, buradan tapdım. Çünki i-im 4-dür. Aparıb 4-ü qoyuram bura. 4-dən 2-sin çıxıram, bura olur 2. Aha, indir A3-ün üstünə A2 gəl, əlavə və append A siyasını. A3-üm neçədir mənim? 3. A2-im neçədir? 2. Aha, qırmızı ilə yazaq. 3 plus 2 bərabərdir 5. 3-ün üstünə 2 gələndə 5 eləyir. Gedim mənimsədirəm bura. Və mən nə alıram? 1, 1, 2, 3, 5. Bu da mənə hansı ədədləri vermiş olur? Fibonacci ədədləri. Bəli, Fibonacci sırasının ilk n elementləri. Bəli, n-ə nə mənimsəmişdim? 5 və ilk n elementin 1, 2, 3, 4, 5-ci elementinə qədər tapmış oldum. Artıq rəqəm, böyük rəqəm qoysaydım, böyük gedəcəkdir. Fibonacci ədədlərin düzülüşü biri-birinin ardınca, birinin üstünə 1, 2, 1-in üstünə 2, 3, 2-nin üstünə 3 gələndə 5, 3-ün üstünə 5 gələndə 8, 8-in üstünə
3 gələndə 13 və sairə belə bir-birinin ardınca arta-arta gedir. Buna deyirəm ki, izahım aydın olmuş oldu. Növbəti sınavlarda görüşərik. Sağ olun, sağlıqla qalın.